Salam əziz dostlar. Hal-hazırda biz Savalan dağının yaxınlığındayıq və gördüyünüz bu dağ Savalan dağı ki 4800 metr bunun yüksəkliyidir. Azərbaycanımızın böyük dağlarından biridir Savalan dağı. Hər zaman qarlı dağ Savalan dağı. Buradakı görürsünüz Xətəm meşəsi Meşkinimizin yaylaqlarından biridir ki və gözəl bir yerdir. Və hər zaman yaşıl yer. Və gördüyünüz burada çaydır ki axır. Gözəl çay meşəliyin yaxınlığından axır. Əziz dostlar, bu gördüğünüz yerde demək olar 2400 metr yüksəklikdəyik indi və Tağlı yaylağının yaxınlığındayıq. Demək olar Tağlı gölün yaxınlığındayıq və buranın gözəl ab-havası var özünə görə. Çox gözəl yer və səfalı yerdir. Bırak şey daha takıcı olur. Bu gördüğünüz göl de Tağlı Gölüdür. Tağlı Gölü demək olar bu yaylağın yaraşığı, gözəl təbiəti. Və bura Tağlı Yurdu, demək olar Tağlı Yurdunun yaylağıdır bura. Gözəl təbiəti var buranın. Amma biz bayram günündə gəlmişik ki, hələ hava soyuqdur. Gördüyünüz kimi hər yan qardır. Və burada dediyim kimi Tağlı Gölü, bu Tağlı Yurdunun, bu Tağlının demək olar yaylağının gözəlliyi də elə biri buradır.